Salam, hər vaxtınız xeyirli olsun əziz şagirdlər. Bugün sizinlə biz 9-cu sinif buraxılış imtahanına, OTK sınavının izahına baxırıq. 56-cı testə baxırıq. 56-cı testdə görürəm ki, listen to the ümumiyyətlə sayıla bilən isimlər tək istifadə oluna bilmir. Cəmsinin qarşısında e artiklı da olmaz. Ona görə bunu da sildik. Sayıla bilən isimlər də tək istifadə oluna bilməz. Ona görə C-ni də sildik. To a speaker yox, to the speaker olar. Bəs indi burada uşaqlar qarşısında Z verək yoxsa verməyək? Əlbəttə ki, verək. Çünki qulaq asan uşaqlar məlumdur. Məlum olduğu üçün E variantı düzgün cavabımızdır. 57-ci testə baxırıq. Sugar, just, sayıla bilməyən isimdir. If you, elotdan sonra isim gəlməz. A lot of-un E'si əysikdir. C variantı düzgündür. 58-ci testdə bizdən positive case istəyir. Baxdığımızda apostrof S, arada bir dənə isim və feil positive case'imiz Y variantındadır. 59-cu testə baxırıq. Emma və Jackdə yəlik qoyuramsa, burada faces cəmlənməli idi. Burada I-siz cəmləyib, amma Jackdə yoxdur apostrof S. Burada rooms sözü cəmlənməli idi. Burada house sözü cəmlənməli idi və Y bəndi düzgündür. Çünki Emma ilə Jackin ikisinin bir dənə evi var. They isn't yoğurt sayılmır, several, few, many, elotdan sonra isim gəlməz, D variantı. 61-ci testə baxıram, məndən əks məna antonim istəyir, decrease və increase, B variantı. Yazanlar özlərini alqışlaya bilirlər. 74, sonra 63, ikinci testdə tapacağım, bir dəqiqə. 62-ci testə baxıram. O deyir vaxtında bitirə bildi. Hətta baxmayaraq çox çətin idi. Çox çətin idi. Hətta baxmayaraq deyirəmsə, çətin olmağına baxmayaraq onu bacarıb da 1-3 düzgün cavabımızdır. Onun might struggle with this task. Onun az təcrübəsi var. Beləliklə o, yəni bəs eləmir və o əziyyət çəkibdir bu tapşırığı yerinə yetirməkdə. 63-də A variantı düzgün cavabımızdır. 64-də baxıram. Elizabeth 1 düzgündür. 5-dan sonra glove cəmlənməli idi. Buckets of water 3 düzgündür. Və light rays, bəli, 4 də düzgündür. E variantı. Burada shirtə görə E artikli olardı qarşısında. 65-də charity uyğun gələcək. Organization for people, xeyirxahlıq 1B-yə. Power gücdür 2C-yə. 3-dəki A-ya. B, C, A. B variantı düzgün cavabımızdır. 66-cı testə baxıram uşaqlar. In the same class. Birinci bilirəm ki, burada same Z ilə olur. Bu getdi. Children-da E artiklından olmaz. C variantı düzgün cavabımızdır. 67-ci testə baxıram. Mürəkkəb isimlər istəyir. Çox rahat bir testdir. 4-dür, 5-dir, 6-dır. C variantı mürəkkəb isimlərdir. Testə baxırıq. Include, exclude. Bizə burada sinonimləri istəyir. Deməli, appreciate, value, dəyərləndirmək, qiymətləndirmək 2-dir. Encourage, bir də inspire 3-dür. Uyğun cavabımız bir də assist, bir də help, kömək etmək 5-dir. 2, 3, 5 yazanlar özlərini alqışlaya bilər. 69-cu testə baxırıq. Burada nə yazıbdır? I am writing to apply for position at your company. I have relevant experience and strong communication skills. I am hardworking, responsible and eager to contribute to your team. I will be grateful for the opportunity to attend an interview. Sincerely Jane. Deməli, məktubu kim yazıb? Məktubu Jane yazıbdır. Və orada bu işə layiq olduğunu, onların şirkətində işləməyə layiq olduğunu, öz kifayət qədər təcrübəsi olduğunu bildirir. Amma burada deyir ki, onun heç deyir faydalı, yəni çox təcrübəsi yoxdur, yanlışdır. Deyir çəkinir, B variantı da yanlışdır. İstefa vermək istəyir, xeyr, o apply edir. Sonra Jane is applying for job in position. D variantı burada düzgün cavabımızdır. Öz bacarıqlarını vurğulayır. Bu işə qəbul olmaq istədiyini bildirir. Burada da şikayət edir, deyir. Xeyr, burada şikayət eləmir. 70-ci testlə davam edəcəyik. Bir dəqiqə.
70-ci testimiz buradadır. 70-ci testlə davam edirəm. Mən ümid edirəm ki, səndə hər şey yaxşı gedir. Mən sənə deyir, I want to let you know that I started my new job and these things are going well. The team is friendly. I'm learning a lot every day. I would love to meet up and chat over a cover next weekend. Best wish Anna. Məktubu kim yazır? Məktubu Anna yazır. Kimə yazır? Emma'ya yazır. Amma burada deyir ki, Emma məmnundur. Yox. Emma'nın yeni işi yox. Burada məktubu Anna yazırdı. Söhbət Anna'dan gedirdi. Anna deyir, yeni işinə başlayıb, intent niyyətindədir ki, Emma ilə görürsün. Bəli, C variantı düzgündür. If you looking for stylish but comfortable. Əgər sən deyir ki, axtarırsansa dəbli və rahat ayaqqabılar, bizim yeni kolleksiyamız başladı. Payız kolleksiyası 20% indirimlidir, limitli bir saydadır. Burada da bizim deyir payız kolleksiyamız tezliklə olacaq. Yox, artıq başlayıbdır. Sən deyir bunları 20% indirimlə yox, 20% daha bahasını ala bilərsən. Yox, bu da yanlışdır. Deyir ki, sold original price-da deyir. Xeyr, burada 20% indirimdə deyir öz qiymətindən. Baxın, burada discount 20% indirim discountla veribdir. Bəli, D variantı düzgün cavabımızdır. Bizim burada mətnimiz var. Mətnimizə bir dəqiqə göz ataq uşaqlar. Mətnimizdə mainly about deyir, nə haqqında danışdığını bizə deyir. Mətnimizdə a nice place and its formation and features. Gözəl bir yer və onun xüsusiyyətləri haqqında danışır. Çünki diqqət eləmədiyimiz yer əsas ilk cümlələrdir. Hansı deyir yanlışdır. Gəlin indi bir-bir baxaq görək. 73-cü testdə hansı yanlışdır. Deyir ki, ən deyir United States-də ən dərin göldür. Gəlin baxaq görək mətndə varmı belə bir şey. Deepest, deepest lake in the United States. Bəli, burada var. Bunu silirəm. Burada var. Bu düzgündür. National Park offer activities like hiking, fishing. Baxın, burada təklif edir. Bəli, bu cümlə də var. 2 də getdi. National Rock Column near the southern shore. İndi baxaq ona. Western shore. Baxın, burada western deyir, amma burada southern deyib. Ona görə C variantı yanlış cavabımızdır. Sonra davam edirik 74-cü testlə. Bir dəqiqə. 74-cü testdə deyir ki, unique consider because. Bu deyir ki, zəlzələ nəticəsində yox, vulkan nəticəsində əmələ gəlmişdi. Burada deyir ki, çaylar axır, xeyr, orada çaylar axmırdı. Balaca deyir adalar yoxdur, yox, orada balaca da var idi. Dünyada ən böyük çaydı, yox, dünyada yox, United States-də idi. Baxın, orada çay axmırdı. O ancaq yağış və qar hesabına dolurdu, hələ aktiv olurdu. Sonra clearly special according to the passage. Special nə idi onun xüsusiyyətləri? Burada olacaq Islands nears. Gəlin bir-bir baxaq burada mətnə. Bir dəqiqə 75-də. Platonship deyə bir şey oxumamışdım. Gəlin amma baxaq. The other is located near the southern shore, natural. Deyir ki, future two small islands, 2 dənə deyir adalar var idi. Near the western shore of the lake, qərbi sahillərində yerləşirdi və made of volcan rockuna əmələ gəlmişdi və başqa deyir ki, bunun xüsusiyyəti deyildi. O sadəcə olaraq adanın adı idi. Ona görə bunu silirəm, bu mənə lazım deyil. Shallow Hole-da deyir, dayaz yox, bu da getdi. Ən deyir xüsusiyyəti yeri deyil idi, yox, bu da getdi. Only deyir, təkcə only olan variantlardan keçmək lazımdır. 75-də C variantı. 76-cı testdə baxıram, düzgün olan variantı məndən istəyir. Bəli, bu cümlə var idi. Birinci var idi bizim mətndə. Gəlin bir də baxaq mətnimizə. Gördüyümüz kimi baxın.
vulkan nəticəsində əmələ gəlmişdi. Biri götürürük, bir düzgündür. Sonra davam edirik. İkinciyə baxıram. Bir neçə deyir çaylar axırdı, yox axmırdı. United States-də. Baxın, bu üçüncüdə var idi. Baxın, buradadır. Üçüncüdə var idi. Gördünüz? Burada yerləşir. Deməli, çox güman ki, birinci, üçüncü. Dördə də baxaq, birdən dörddə olar. Not only. Təkcə deyir ki, həmçinin də çaylara görə. Yox, onlar yağışdan və qardan. Bir dəqiqə. Aha, deyil. Cümləmiz buradadır. Stay clean. Aha, bitdi. Mətnimiz bu qədər. 1-3-76. Dinləmədir. Dinləməni paylaşacağım indi sizinlə. Sadəcə olaraq dinləmənin cavablarına demək istəyirəm. Bir də olacaq E variantı. Mən özüm qulaq asmışam. Orada ikinci yerə çıxmışdı. Bizim qəhrəmanımız, dinləmədə olan qəhrəmanımız. 78-də olacaq B variantı. Birinci və dördüncü. 79-da olacaq B variantı, mətndən baxıb tapmaq olar. 80-də birinci. 80-də birinci olacaq true, düzgünüdür. İkinci false, üçüncü false və dördüncü də true olur. Bu qədər əziz şagirdlər, ümid edirəm hər biriniz izahdan razı qaldınız. Sağ olun.